Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve tevellas salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimni ma yenfa'ni ve zidni ilme. Sonra şeyh yeni bir bab açır. Bab delkil mer'ati enfeseha İza tetahharat minel mahiyta. O vaxt ki, qadın təmizləndiyi vaxt, heyzdən təmizləndiyi vaxt bədənini ovalamaq icazəlidir, yoxsa yox? Ovalamaq orada kisə də qəsd oluna bilər, cildə qəsd oluna bilər, hər şey yəni. Bunlar hamısı təmizlik babındandır. Ayşə radiyallahu anhadan gələn hədisdə deyir ki, Ənə imraətən səələtin nəbiyyi sallallahu aleyhi və səlləm an guslihə minəl məhiyyəta. Səələtin nəbiyyə sallallahu aleyhi və səlləm an guslihə minəl məhiyyət. Bir qadın Peyğəmbər sallallahu aleyhi və səlləmdən təmizlik, qusuldan təmizliyi haqqında soruşdu. Fəəmərəha keyfə təxtəsil. Və ona dedi ki, necə yunursan? Necə yunmaq lazımdır? Xuzi firsətən min misk fətətahhiri bihə. Bablarda fayda var, sadəcə nədir? Diqqət eləmək lazımdır. Götür dedi firsadan. Firsa nədir? Ya pambıqdan olan parça, ya yündən olan parça, ona deyirlər. Və deyir onu misklə, ətirlə deyir, yəni belə deyək də, batırılmış suya, yəni misklə qatırılmış suya, batırılmış onunla deyir, sula, belə deyək də, həmən parçanı savura, belə açıq desək, və onunla təmizlən. Misklə, su ilə qatılmış, onunla təmizlən. Qalət keyfə ətətahhar. Deyir ki, ey Allahın Rasulü, necə təmizlənim? Qalə Rasulullah s.ə.v. Allah Rasulü dedi ki, tətahhiri bihə. Yəni, onunla təmizləndə, yəni, hədəfdən həyadandır ki, Allah Rasulü s.ə.v. çox açıqlamırdı. Yəni, təmizləndə, yəni, burada dəsmaldır, miskli suya salırsan, təmizlənirsən. Yəni, bunu açıqlayır. Bir də deyir, keyfə ey Allahın Rasulü, necə deyir, ey Allahın Rasulü, necə təmizlənir? Allah Rasulü s.ə.v. deyir, Subhanallah, tətahhiri. Deyir, Subhanallah, təmizlən də, yəni, burada anlamamaq nə var ki? Fəşrəbəttuhə iləyyə və deyir, onu deyir, Ayşə radiyallahu anh deyir ki, özümə tərəf çəkdim və başa saldım. Dedim ki, tətəbbə'i bihə əsəruddəm. Yəni, burada deyib, demək istəyir ki, Allah Rasulü həmən o parça ilə qan ləkələri, qalmış yerləri təmizlə. Yəni, buradan əsas faydalardan odur ki, miskli bir şey ilə təmizlənməsi qadının daha nədir? Üstündür. Xüsusən də parçalı bir şeylərlə. Bu gün təbii ki, onun əvəz edən çox şeylər var. Zamanında yəni ki, miskə batırırdın, eləyirdin, təmizlənir. Bu gün məsələn, onu əvəz edən bəzi şeylər var ki, xüsusi bezlərdir. Özü də onun, yəni ki, onu əvəz edir. Hər tərəfli nədir? Əvəz edir təmizlənməsi. İkinci məsələ, müsəlmanın necə özünə baxmağından gedir ki, təmizlənməlisən ki, evdə də yəni kişi üçün də nədir? Başqa rihlər gəlməsin. Pisliklər nədir? Gəlməsin ki, kişi diysinməsin. Yəni burada hamısı nədir? Açıqdır, dinimiz açıq aydındır. Ona görə bu babı inşallah deməliyik. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin həya etməsi, yəni ki, 3 dəfə deyir ki, yəni təmizləndə onu
Başa düşmək elə bir çətin şey deyil yəni. Və eyni zamanda insan haqq üzərində əsəbləşərkən Subhanallah deməsi. Haqq üzərində. Buradan nə çıxır? Haqq üzərində əsəbləşmək, Aleykümselam və yaxud da ki, batili gördükdə əsəbləşmək, Aleykümselam və rəhmətullah və bərəkət. Onun özü nədəndir? Sünnədəndir. Hətta insan, məsələn, elə şeylər görər ki, hətta deyir, Peyğəmbər s.ə.v bəzən elə əsəbləşir, boynunun deyir, damarları çıxardı. Üzü deyir, necə ki, İmam Əhməd Rahiməhullah onun kitab var, orada şərh eləyərkən İmam Barbahərin kitabı, sünnə kitabı idi, onun şərh eləyərkən gətirmişdir ki, hətta deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem elə əsəbləşirdi ki, üzü deyir, nar kimi neynəyərlərdi, qızarardı əsəbdən. Yəni, batili görəndə və yaxud da ki, bəzi şeylə, batili görəndə ümumiyyətlə əsəbləşirdi, yəni, onun özü sünnədəndir. Ona görə də Allah üçün sevmək, Allah üçün qəzəblənmək, onun özü bir növ tövhidəndir. İnsan özünün təmiz etiqadındandır. Ki, insan Allaha qarşı zülm edənlərə, yəni şirk qoşanlara, biraz da dərinə geçsək, ayədə olduğu kimi Allaha qarşı söyənlərə, ayə var axı deyir ki, onlar Allaha üç dedilər, yəni söydülər. Onlara şirk özü nədir? Allaha söyməkdir, haşa. Allah uzaq eləsin və bu cür şeylərdə deyil, Peyğəmbər s.ə.v əsəbləşərdi və ona görə də insanın təqvasındandır bu cür şeylərlə əsəbləşəndə, haqsız bir şey gördükdə, Allahın dininə qarşı haqsızlıq görəndə, əsəbləşəndə onun özü sünnədəndir. Onun özü sünnədən. Əks olan sevinərsə də o da özü nədir? Sünnədəndir. Gözəl bir şey. Məsələn, insanın sevinir ki, Allahın dininə gözəl dəvət edir, gözəl əxlaqlıdır. Bu şeylərə, yəni Allahın dinini üstün görüb, onu təbliğ edib, onu irəli daşıyanlara, sevinənlərin özü nədir? Özü bir təqvadandır. Paxıllıq qiftə yox, sevinərək. Qiftə nicazəlidir. Həsəd baxıb nədir? Eləyərsənsə də artıq nədir? İnsanın təqvasında problem var. Və burada da Peyğəmbər sallallahu aleyhi ve sellem yaxşı mənada dedi Subhanallah da, yəni onu başa düşür. Buradan da 5-ci faydalardan biri qadınların öncəki dərslərdə keçdiyimiz kimi məfhumunun, yəni fəhminin kişiyə nisbətdə naqis olması. Kişiyə nisbətdə naqis olmasından nədir? Xəbər verir. Dəlilun alə dulq məvadi'il heydi və nəttəni və raihəti kərihə. Yəni, buradan deyir, dəlildir ki, dulq, yəni hansı ki, ovalamaq, təmizlənmək, artıq pis iydən nədir? Uzaq olmaqdan nədir? Xəbər verir. Lə mutlaqan, ləkin məzəlikə qalə uləmə innəhu yüsənnunu lil muxtasili ən yetədəlləkə həttə yetəqayyənə min vusulil məi ilə cəmi'il bəşər. Yəni, deyir, bu deyir, mütləq olaraq o demək deyil ki, eləməlisən. Lakin sünnədəndir ki, təmizlənərsən ki, yəni o raihə nədir? Qalmasın. Lənnəhu ləm, İzə ləm yəf'al fərubbəmə yəndul məə min vədi'ə min bəşərət min həytə lə yələm. Ola bilsin ki, sən onu o cür etməsən, sənin bilmədiyin yerlərə deyir, qan gedər, sənin xəbərin olmaz və deyir, pis nədir? Qoxu baş verər. Ona görə nədir? Bu şeylərdə diqqətli olmaq lazımdır. Və bəzən qadınlar ola bilər, yəni ki, hər yerdə elm keçmir, yəni başqa dövlətlər deyir ki, məsəl üçün, baxsan, şeyxlər hər şeyi keçir. Elə yerlər var ki, məsəl üçün, keçirilmir, eləmir. İnsan örgətdir. Birinci, kişi bu şeyləri öyrənməlidir. Gətir kişilər, evin əmri bu şeyləri öyrənməlidir ki, öz qadınlarına nəyi öyrətsin, bildirsin, yəni bu şeyləri. Ola bilsin, qadın dərsə gedə bilmir, və yaxud da ki, məlumatı yoxdur. O demək deyil ki, hər şeyi bilir. Ona görə sən bilirsənsə, kişi evdə qadını nədir? Bu cür şeylərdə öyrətməli, bildirməlidir. Və fihi
أيضا أن النبي صلى الله عليه وسلم أحيانا يذكر كلاما مجملا إذا استحياء من ذكر التفصيل. Yəni görürsən ki, Allah Resulü sallallahu aleyhi ve sellem bəzən deyir, mücməl şəkildə deyir, zikr edir kəlamlarını. Yəni bəzən deyir, elə hallar var ki, yəni deyir, orada təfsilatla. Vəqət kən Nəbi sallallahu aleyhi ve sellem əşədd həyyan minəl azərai fi xidrihə. Yəni deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bəzi şeylər var ki, həqiqətən orada çox həyalı yer göstərir, həyalı. Yəni buna görə də bu da Allah Resulü sallallahu aleyhi ve sellem həyasından xəbər verir. Və qeyr zəlikə min dəlil أن هذا المرأة كررت عليه وكان يقول تطهري حتى إنها لم كررت عليه قال سبحان الله يعني أتعجب من كون هذا المرأة لم تفهم ما قلت مع أن هذا مما يصيب النساء كثيرا فكان جدير بها أن تفهم هذا. Yani Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, orada Subhanallah deməsi deyir, təəccübləndirməyi də onu. Allah Ekber. Yəni təəccüblənir ki, 3 dəfə təkrar edir, bu deyir nədir, başa düşmədi. Buradan da görürük ki, qadınların Şeyx Cətri əksəriyyətində bu cür şeylər nədir, baş verir. Buna görə deyir ki, qadınları, bəzi şeylər var ki, qadınlar anlamayanda çox irəli getmək lazımdır. Yəni onların artıq nədir, xislətindədir. Bəzən qardaşlar var ki, bir dəfə anlamayanda başlayır da, artıq da çubuq əlinə alıb bir dənə döymə qaldı da. Yəni insan vur, bu qadınların xüsusiyyətinə vur, yox, var. Bu qadınların xüsusiyyətindədir. Bir dəfə, 2 dəfə, 3 dəfə bunu eləmək lazım. Hələ də elə qardaşlar var, elə insanlar, kişilər var ki, 5 dəfədən sonra başa düşür. Var, onlarda da var. Amma bu qadının xüsusiyyətində var, ona görə də burada təəccəl, yəni tələsmək lazım deyil. Tələsmək lazım deyil. Və sonra gətirir ki, buna uyğun hədisdə ki, fəxtasil minəl məhid qalə xudi firsətən mumməssəkətən fətavadda thələthə thumma inə nəbiyyə sallallahu əleyhi və səlləm istihya fəarada bi vəchihi əv qalə tavaddi bihə fəəxəztuhə fəcəzəbtuhə fəəxbərtuhə bihə yurid nəbiyyə sallallahu əleyhi və səlləm. Bəzi deyir, hədislərin ləfzində də var ki, Allah Rasulü sallallahu əleyhi və səlləm deyir ki, bir parça götür, onunla təmizdən 3 dəfə dəstəmaz al, sonra təmizdən sonra 3 dəfə dəstəmazal 3 dəfədə, yəni 3 dəfə əzaları yumaqla. Və sonra üzünü döndərdi, o da həyasından idi və mən deyir, çəkdim deyir, onu başa saldım. Bu da nədir? Bu hədisin başqa ləfzidir. Və sonra gətirir ki, bəbu imdişatil mər'əti ində quslə minəl mahid. Qadının təmizləndikdə, çimdiyi vaxtı, qusl aldığı vaxtı daranması və ya ondan sonra daranması. Bu da nədir? Şəriətdə icazəli bir şeydir. Ayşə radiyallahu anh gələn hədisdə deyir ki, Əhləltu mə'ə Rasulillah sallallahu aleyhi ve sellem fi həccizil vəda. Vida həcci olaraq deyir, mən deyir, niyyət etdim, ehrama girdim. Fəkundu mimmən təməttə və ləm yəsuqil hədi. Və deyir, mən təməttu həcci niyyət etmişdi, təməttu həccinə niyyət edib, özü ilə gətirdiyi heyvan və qurbanlığı, hansı ki sürüyüb gətirirlər, mən gətirməyənlərdən idim. Mən deyir, o şəxslərdən ki, heyvan nədir, gətirmədi. Və zəəmət ənəhə hədət və ləm təthur həttə daxələ leylətu ərəfə fəqalət. Yəni deyir ki, ravi deyir ki, Ayşə radiyallahu anh hansı ki, heyz olduğunu deyir, Ərəfa gecəsi girənə qədər təmizlənmədiyini deyir, söyləmədi. Və soruşdu ki, ey Allahın Rasulü, Ərəfa gecəsidir. Və innəmə kuntu təməttə'tu bi umrə. Mən deyir, təməttu ümrəsi niyyəti etmişdim də. Yəni, bu cür deyir ki, yəni, buradan görünür ki, həc niyyəti eləməyib, təməttu eləyibdir. Lakin əvvəlində deyir ki, həc niyyəti bu cür girmişdim. Lakin burada qəsd nədir? Ola bilsin, orada heyz olur, amma demir. Nədir? Burada bildirir ki, mən deyirsə, ancaq ümrə niyyəti ilə ehrama girmişdim. Demək, təməttu həcci vaxtı, demək, Ayşə radiyallahu anh ümrə nədir? Niyyəti ilə girmişdi. Və Peyğəmbər sallallahu ona nə deyir? Unqudi rə'səki və amtəşriti və əmsiki an umrətik. Deyir ki, Peyğəmbər sallallahu ona saçlarını aç, dara
və ümrəni sonraya saxla. Ümrəni sonraya saxla. Və mən deyir onu etdim. Fəlləmmə qadaytul həccə əmrə Əbdərrahman leylətəl həsbə. Deyir ki, mən onu etdim. Onu etdikdən sonra muhəssəbət dediyi hansı ki Məkkəyə yaxındır. Nədir ora? Oradan Məkkə əhli ehrama girdiyi yerlərdir. Ehrama girdiyi yerdir. Və Peyğəmbər s.ə.v qardaşım Abdurrahmənə əmr etdi ki, məni Tənimə aparsın. Ora getdik və orada deyir, ehrama girdim və yenidən ümrə niyyəti etdim. Burada qəsd olan əsasən nədir? Təmattu ümrəsi niyyəti ilə girir, lakin nədir? Həc vaxtı ümrə niyyətindən girir. Həc vaxtı ümrə niyyətindən girir. Biz öncəki dərslərdən keçdik ki, insan hansı hallarda şeyə yaxınlaşa bilməz? Kəbəyə, Məkkəyə girə bilməz. Qadının heyz vaxtı nədir? Tavaf edə bilməz. Və ona görə də buradan götürülür ki, tavaf istisna olmaqla hər bir həccin ərkanlarını yerinə yetirmək icazəlidir. Aydındırmı? Yəni icazəli ola bilər insan həm də ki ümrə. Və ümrəni orada nə dedi? Peyğəmbər saçını açdara və get bütün ərkanları yerinə yetirir və təzədən neynədi? Ümrəni etdi. Yəni görünür ki, buradan da nədir? Bu da icazəlidir. Təzədən ümrə etmək. Buradan üstün faydalardan biri nədir, qardaşlar? Yəni bu məsələni biraz məsələn biz keçdik ki, insan, qadın deyək ki, təmizdir. Birinci tavafda heyz başladı. Keçdik Şeyx Hüseyn Rahiməhullah nə dedi? Orada məşəqqət olduğu baxımından şəriət icazə verir ki, bu axıra qədər neynəsin? Tavaf eləsin. Yəni buradan görünür ki, əgər miqatdan gəldikdən sonra əgər heyz başladısa, təzədən qusullanıb, təmizlənib sonra miqata qayıdır yoxsa yox? Üstün rəy odur ki, miqata qayıtmır. Niyə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə radiyallahu nə dedi orada? Dedi, hər şey davam elə. Fikir verdiniz? Yəni hər şey dedi, davam elə. Lakin şeyə girmədikdən başqa. Yəni artıq nədir? Miqatdan gəlmişdi. Kəbəyə nə idi? Məkkəyə yaxın idilər. Bir də var ki, Kəbənin yaxınlığında, Məkkənin yaxınında yer var. Mədinə əhli, Məkkə əhli oradan miqata girir. O da yaxın bir məsafədir. Yaxın. O millət. Bizim misal üçün başqa yerdən girir və onlara o yaxın yerdəndir. Yəni buradan da ixtilaf var. Ən üstünü odur ki, qusuldan sonra neynəmir? Miqata qayıtmaya əgər başlayarsa da. Sonra yeni bir bab açır. Burada kifayətlənir. Allah Subhanahu bizə faydalardan etsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilaha illa ente, estağfiruke və etûbü ileyk.